öncədən diaqnoz qoyulmalıdır, qisteroskopiya olmalıdır, o yapışmalar açılmalıdır, ondan sonra hamiləlik baş verməlidir. Yapışma olduğu sürəcə, bir də bu yapışmalar sadəcə inkişafdan qalma deyil, yapışma zaten varsa hamiləyə də əngəl olur. Heç hamilə qala da bilmir. Ona görə pasiyent bizə müraciət edir, biz o yapışmalardan onu qurtarırıq. Bəzən gözdən qaçma olur, hamilə olur, yapışma olursa bu hamiləlik axıra qədər getmir. Mütləq geç həftələrdə təkrarlayan bir inkişafdan qalması, təkrarın erkən düşükləri varsa biz mütləq qisteroskopiya etməliyik. Bir də vaxtımız varsa uşaqlı boyun yetməzliyi deyim. Xəstə gəlir, uşaqlığı normal, yumurtalığı normal, boyunun ölçüsü normal, hamilə qalır. Amma 15-16 həftədə, 20 həftədə başlayır açılışlar. Heç bir şey yoxdur deyir, sağlam dölü düşürməyə başlayır. Burada nə dedik? Bayaq nə dedik? Uşaqlı boynu sfinkter funksiyasını yerinə yetirir. Bu sfinkter yoxdur, yumuşaq bir şeydir. Uzunluq normalda düşür. Anamnez, burada bizi anamnez qurtarır. Biz pasiyentdən soruturuq. Daha öncəki hamiləlikləri niyə soruturuq? Bu hamiləlikdə ona kömək etdi. Pasiyent deyir, mənim daha öncə 1 və 2 və ya 3 sayda geç həftədə düşüklərim olubdur. Dölün ürək döyüntüsü durmayıb, amma ağrısız düşüklərim olub. Doktor, bu halda servikal tikişin faydası varmı? 12-ci həftədə planlı servikal dikiş edirik. Əlbəttə var. Yəni, servikal dikişin ən çox kömək olduğu vaka məhz bu qrup vakalardır. Servikal yetməzlik qrupudur. Aynur xanım, bəs tikişlər doğuş zamanı mı alınır? Tikişlər, əgər xəstə təbii doğuş deyirsə, 37-ci həftədə servikal dikiş götürülür. Yox, pasiyent keseriyyə ilə əməliyyat doğuş edəcəksə, keseriyyə ilə bərabər götürülür tikişlər.